Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Yenə də bu söz deyirəm, pullu əmilər, dayılar. Mərkəzdə həyət evi axtaranlar. Düz mərkəzdə, sağın Heydər Parkı, solun belə deyək ki, Xırdalanın girişi. 4 sotda paket kupca 300 kvadrat şəxsi tikili, özdə kolonlarla inşa olunmuş bir evdir. Evdə olmayan bir şey yoxdur. Ay deyim, mən burada su çəni var, burada ehtiyat çəni var, burada filtri var, falan şey var. Heç bir şey yoxdur. Danışsaq uzun olacaq. İzləyin, qalan məlumatları zəng eləyəsiz sizə verəcəm. Bax, burada bağ hissəmizdir, burada besetkasıdır. Orada böyürdə yay mətbəxi idi. Hə, keçək göstərim yay mətbəxində, keçək sonra evin içinə. Amma içəri girmirəm ki, vaxt getməsin. Bax, burada Cərbala, bax bizim belə yay mətbəximizdir və içəri girmirəm. Burada da bizim həyətdə olan sanitar qovşağımızı daxil olaq, evdə gör nələr var. Gəl. Dəyərli izləyicilərim, evimizin parketinə qədər Nemes parketidir. Yəni o dərəcədə. Qapılar ən bahalı, evdə olan materiallar, yəni ən bahalı ağlıva nədir? Ondandır. Bax, zal hissəsinə bax, qardaşım. Allah cəm arzusunda olanlara belə bir villa qismət etsin inşallah. Bura bizim zal hissəmizdir. Və burada bizim, bax, hamam ayrı, sanuzel ayrı, çamaşırxanası ayrı. Da bu evin, belə deyək də, maya dəyərindən də qat-qat aşağı verilir bu ev. O dərəcədə yəni. Maya dəyərindən qat-qat aşağı verilir. Qiyməti də inşallah, gəlin hələ mətbəxə bax, qardaşım. Mətbəxə bax. Gör nə gözəldir. O qapılarda, qardaşım, dedi o göyüş taxta var, ən bahalı, bax, o materialdandır. Bu da bizim mətbəx hissəmizdir. Bax, evimiz Kuruqom kamera sistemi ilə nəzarətdə. Hal-hazırda qalxaq, ikinci mərtəbədə gözlə, pilləkənlərə qədər monolit betonlandır. Gəl qardaşım, gör nə gözəldir. Özdə düz Xırdalanın mərkəzi var ha. Düz mərkəzindədir. Bax, burada bizim bir otağımız. Bax, hələ mebellərə bax, ən sevdiyim o işləməli mebellərdən də bu ən bahalılardır. Malaziyada səhv eləmirəm bunlar. Sən məndən yaxşı bilirsən o şeyləri. Deməli, burada bizim növbəti yataq otağımız.